Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, Azərbaycanda media sahəsi dövlətin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin çıxışlarında milli mətbuatın inkişafına, peşəkar jurnalistikanın gücləndirilməsinə və informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verildiyini vurğulayan rektor qeyd edib ki, müasir dövrdə cəmiyyətin düzgün və operativ məlumatlandırılmasında medianın üzərinə böyük məsuliyyət düşür. Rektor universitetdə jurnalistika sahəsində peşəkar kadr hazırlığının həyata keçirildiyini, rəqəmsal jurnalistikanın inkişafı istiqamətində yeni layihələrin icra olunduğunu, bu sahədə Çin universitetləri ilə 2 il diplom proqramlarının planlaşdırıldığını diqqətə çatdırıb. Elbrus İsayev qeyd edib ki, universitetin media mərkəzinin tərkibində fəaliyyət göstərən Endo TV, Notçıxan radiosu və Yeni Fikir qəzeti universitetin fəaliyyətinin operativ işıqlandırılmasında mühüm rol oynayır. Rektor son illərdə media mərkəzinin və Naxçıvan Dövlət Universiteti nəşriyyatının maddi-texniki bazasının yeniləndiyini vurğulayıb. Çıxış edən media nümayəndələri Anar Tağıyev, Turab Hacızadə, Nərman Nəcəfov və digər qonaqlar universitetin media sahəsinə göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib. Naxçıvan Dövlət Universitetində formalaşan güclü kadr potensialının region mediasının inkişafına da mühüm töhfə verdiyini, ali təhsil ocağı ilə media qurumları arasında əməkdaşlığın uğurlu nəticələr verdiyini vurğulayıblar. Daha sonra media nümayəndələrinə təşəkkür plaketləri və mükafatlar təqdim olunub. Ardınca Universitet Televiziyasının yenidən qurulmuş studiyası istifadəyə verilib. Media və ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətini əks etdirən video çarx izlənilib. Sonda xatirə fotosu çəkdirilib.